Qoç bürcü 3 may 2025-ci il olduqca uğurlu gündür. Tez həyata keçirə biləcəyiniz çoxlu orijinal ideyalarınız olacaq. Həmkarlar və etibarlı tərəfdaşlar sizə kömək təklif edəcəklər və nəticədə siz hər şeyi gözlədiyinizdən daha tez edə biləcəksiniz. Bəzi qoçlar məişət problemlərini həll etmək üçün işdən biraz istirahət etməli olacaqlar. Lakin bu çox da ağır olmayacaq. Yeni tanışlıqlar, faydalı əlaqələr qurmaq, nüfuzlu insanlarla əlaqələr qurmaq üçün gözəl vaxtdır. Siz asanlıqla xoş təəssürat yaradacaq və rəğbət qazanacaqsınız. Boğa bürcü 3 may 2025-ci il uğurlu gündür. Çox şey etməyə vaxtınız olacaq və hətta çox çətin görünən işlərin öhdəsindən gələcəksiniz. Emosional yüksəliş ətrafınızda mehriban bir atmosfer yaratmağa imkan verəcək. Bir çox boğalar əvvəllər tez-tez münaqişə etdikləri insanlarla münasibətləri yaxşılaşdıracaqlar. Sövdələşmələr etmək üçün yaxşı vaxtdır. Ən əlverişli şərtlərlə danışıqlar aparacaqsınız və şəxsi cazibəniz uğurunuzda mühüm rol oynayacaq. Axşam çölə çıxmaq, tədbirlərdə iştirak etmək və ya qonaqları qəbul etmək üçün idealdır. Özünüzü müsbət enerji ilə doldura və sadəcə yaxşı vaxt keçirə biləcəksiniz. Əkizlər bürcü 3 may 2025-ci il yeni başlanğıclar üçün gözəl gündür. Etdiyiniz hər şeydə uğur qazanacaqsınız. Bir çox əkizlər tanış olmayan məsələləri asanlıqla anlayacaq, düzgün qərarlar qəbul edəcəklər. İşinizdə sizə faydalı olacaq bir şey öyrənmək üçün yaxşı zamandır. İdeyalarınız rəhbərlik tərəfindən hərarətlə qarşılanacaq. İşgüzar nüfuzunuzu gücləndirə və karyera yüksəlişi şanslarınızı artıra biləcəksiniz. Optimist münasibət, mehribanlıq və cazibədarlıq hətta əvvəlcə çox mehriban olmayan insanları da qazanmağı kömək edəcək. Çoxlu faydalı əlaqələr quracaqsınız. Nüfuzlu havadarlar əldə edəcəksiniz. Xərçəng bürcü 3 may 2025-ci il çətinlikləri olmasa da xoş gündür. Səhər saatlarında xərçənglərin çoxu başqalarının çoxdan gözdən qaçırdığı problemlərin öhdəsindən gələ biləcəklər. Təcrübəli həmkarların və ya dostların məsləhətlərinə qulaq asmaq zərər verməz. Bütün işləri tək etməli olmayacaqsınız. Etibarlı tərəfdaşlar iş yükünün bir hissəsini öz üzərinə götürəcəklər. Sövdələşmələr bağlamaq, yeni işgüzar əlaqələr qurmaq üçün əlverişli zamandır. Xarici tərəfdaşlarla danışıqlar xüsusilə uğurlu olacaq. Axşam saatlarında yaxınlarınızla ünsiyyətdə xüsusilə diqqətli və ehtiyatlı olmalısınız. O zaman münaqişələrdən və fikir ayrılıqlarından qaça biləcəksiniz. Şir bürcü 3 may 2025-ci il pis gün deyil. Baxmayaraq ki, tamamilə problemlərsiz keçməyəcək. Səhər siz güc və enerji artımı hiss edəcəksiniz. Bununla belə eyni zamanda bir çox şirlər şəxsi işləri ilə bağlı narahat olmağa başlayacaqlar. Ona görə də fikirlərini toplamaq, işə hazırlaşmaq həmişə asan olmayacaq. Səbirli olun, tələsik qərarlar verməyin. Addım-addım edin. Onda hər şey yaxşı olacaq. Başqalarının məsləhətləri çox faydalı və vaxtında olacaq. Ən azından onlar sizə düzgün ideyalar verəcəklər. Uzun müddət bunu istəsəniz, pozulmuş münasibəti bərpa edə biləcəksiniz. Qız bürcü 3 may 2025-ci il ziddiyyətli gündür. Həddindən artıq optimist olmamalısınız. Çünki bu tələsik hərəkətlərə pis qərarlara səbəb ola bilər. Qızların əksəriyyəti səbir, təmkin, sağlam düşüncədən faydalanacaq. Bütün gözləntiləriniz gerçəkləşməyəcək. Amma bu ən yaxşısı olacaq. Çətin vəziyyətlərdə etibarlı müttəfiqlər köməyinizə gələcək. Lakin siz öz səylərinizə çox sərf etməli olacaqsınız. Tədricən bir çox çətinlikləri başa düşəcəksiniz. Emosional yüksəliş və özünə inam hiss edəcəksiniz. Axşam uğurlu alış-veriş və həmfikirlərlə ünsiyyət üçün əlverişlidir. Tərəzi bürcü 3 may 2025-ci il ən asan gün deyil. Səhər saatlarında təsir edə bilməyəcəyiniz kiçik uğursuzluqlarla qarşılaşacaqsınız. Bunun üçün üzülməyə ehtiyac yoxdur. Diqqətinizi edə biləcəyiniz işlərə yönəldin. Narahat olmağa vaxt itirməyin. Boş söhbətlərlə diqqətinizi yayındırmayın. Bir çox tərəzilər yeni tanışlarla ünsiyyət zamanı xüsusilə diqqətli olmalıdırlar. Günün ikinci yarısı kifayət qədər əlverişli olacaq. Maraqlı insanlarla çoxlu faydalı tanışlıqlar edə biləcəksiniz. Axşam qohumlar və ya dostlarla vacib məsələləri müzakirə etmək üçün mükəmməldir. Əqrəb bürcü 3 may 2025-ci il pis gün deyil. Bununla belə səhər saatlarında səbir və ehtiyatlığa ehtiyacınız olacaq. Tələsik qərarlar qəbul etməməlisiniz. Əks halda səhv etmək riskiniz yüksəkdir. Fəlakətli heç nə baş verməyəcək. Amma sonradan nəticələri düzəltmək üçün vaxt və səy sərf etməkdənsə səhvlərdən qaçmaq daha yaxşıdır. Bir çox əqrəb başqaları üçün qeyri-adi dərəcədə cəlbedici olacaq. Günorta müxtəlif insanlarla münasibətlər qurmaq üçün əla vaxtdır ki, bu da məqsədlərinizə çatmağınıza kömək edəcək. Axşam romantik görüşlər üçün münasibdir. Oxatan bürcü 3 may 2025-ci il qeyri-müəyyən bir gündür. Səhər diqqəti işə cəmləmək çətin olacaq.
xırda məsələlərdən yaymağa, əhəmiyyətsiz məsələlərə yersiz təsir göstərməyə meyil olacaqsınız. Oxudanların çoxu dərhal ciddi vəzifələr götürməməlidir. Başladığınız işi başa çatdırmaq, işlərinizi, sənədlərinizi qaydaya salmaq daha ağıllı olardı. Bu, yalnız iş əhval-ruhiyyəsinə girməyə kömək etməyəcək, həm də bir çox səhvləri düzəltməyə kömək edəcəkdir. Tezliklə şansın sizin tərəfinizdə olacağını görəcəksiniz. Günün ikinci yarısı istənilən təşəbbüslər və cəsarətli layihələrin həyata keçirilməsi üçün əlverişlidir. Qarşıda qaçırmaq istəməyəcəyiniz böyük fürsətlər olacaq. Oğlaq bürcü 3 may 2025-ci il gərgin və uğurlu gündür. Siz güclü, qətiyyətli və enerjili olacaqsınız ki, bu da istənilən çətinliyin öhdəsindən gəlməyə kömək edəcək. Bir çox oğlaqlar, həmkarlar və rəhbərlik tərəfindən dəstəklənən və bəyəniləcək dəyərli təkliflər verəcəklər. Planları müzakirə etmək üçün yaxşı vaxtdır. Öz mövqeyinizi işçilərinizə və müttəfiqlərinizə yaxşı çatdıra biləcəksiniz. Çətin vəziyyətlərdə intuisiya sizə doğru yolu söyləyəcək. Bütün layihələr dərhal tamamlanmayacaq, lakin tezliklə bunun yalnız ən yaxşısı üçün olduğunu görəcəksiniz. Dolça bürcü 3 may 2025-ci il. Vaxtınızı boşa keçirməyin. Günün ilk yarısı qeyri-adi uğurlu olacaq. Siz naməlum məsələləri tez başa düşəcək, düzgün nəticələr çıxara, bir çox faydalı bacarıqlara yiyələnəcəksiniz. Bir çox dolçalar iş nəticələrinə böyük təsir edəcək, perspektivli ideyaları həyata keçirə biləcəklər. Xoş xəbərlər almağınız mümkündür. Günün sonunda emosiyaların öhdəsindən gələcək və iş əhval-ruhiyyəsinə düşmək həmişə mümkün olmur. Zəif cəhətlərinizlə barışmamalı, əvvəllər verdiyiniz vədləri unutmamalısınız. Əks halda reputasiyanızı korlamaq riski daşıyırsınız. Balıqlar bürcü 3 may 2025-ci il. Yaxşı gündür, xüsusən də ilk yarısı. Bəzi balıqların tez həyata keçirə biləcəkləri dəyərli ideyalar olacaq. Qeyri-rəsmi şəraitdə ciddi məsələləri müzakirə etmək daha yaxşıdır. Çünki bu, qarşılıqlı anlaşmaya nail olmağı asanlaşdıracaq. Çox güman ki, bir çox problemlərin həllinə kömək edəcək faydalı məsləhətlər, vacib tövsiyələr alacaqsınız. Günün sonunda yorğunluq və əsəbilik yığılacaq. Buna görə də bu zaman tali yüklü qərarlar qəbul etməməlisiniz. Ailə üzvləri ilə xırda fikir ayrılıqları mümkündür.